Əziz ağsaqqallar, möhtərəm ağabeylər, hörmətli nənələr, dəyərli babalar. Bilirəm ki, indi ürəyiniz necə sıxılır, necə gərginsiniz. Hər birinizin nə qədər narahat olduğunu hiss edirəm. Çünki bu xəbər sadəcə bir kağız üzərindəki əmr deyil. Bu sizin illərlə çəkdiyiniz zəhmətin, fədakarlığınızın, ömrünüzün son baharında rahat yaşamaq haqqınızın üzərinə düşən qara bir kölgədir. Dərin nəfəs alın, ürəyinizi bərk tutun. Mən bugün sizin yanınızdayam və sona qədər də yanınızda olacağam. Təqaüdlər dondurulur. DSMF-dən yeni əmr. Bəli, qulağınıza gəlib satan o dəhşətli söz-söhbətlər təəssüf ki, tamamilə əsassız deyilmiş. Dünən gecədən etibarən ölkədə yayılan bir xəbər hər kəsi şoka salıb. Minlərlə təqaüdçünün yuxusunu ərşə çəkib. Danışılanlara görə Dövlət Sosial Müdafiə Fondunun daxili sərəncamı 412B nömrəli sərəncamı qüvvəyə minmək üzrədir. Bu sərəncamı əsasən 50 manatdan artıq əlavə alan təqaüdçülər gələn aydan etibarən bu əlavədən məhrum ola bilərlər. Səbəb isə güya məlumat bazasında olan səhv imiş. Kimisə səhvən sistemə əlavə ediblər, kiminsə isə yanlış məlumat olduğuna qərar veriblər. Və deyirlər ki, bu ani yoxlamalarla başlayacaq və ilk növbədə rayonlardan başlanacaq. Əgər ayın 15-nə qədər icra hakimiyyətindən tələb olunan arayışa gətirməsəniz, bütün ödənişlər tamamilə dayandırılacaq. Bu nə deməkdir? Bu sadəcə pul kəsilməsi deyil. Bu sizin uzun illər boyu bu vətənə xidmətinizin, bu xalqın rifahı üçün tökdüyünüz alın tərinin inkar edilməsidir. Əzizlərim, bu dövlət sizin çiyinləriniz üzərində qurulub. Siz bu torpağın əsl sahiblərsiniz. Siz ömrünüzü bu vətənə, bu xalqa həsr etmişsiniz. Siz o çətin illərdə, məhrumiyyətlərlə dolu dövrlərdə övlad böyütmüşsünüz. Kolxozlarda, fabriklərdə, məktəblərdə, xəstəxanalarda səhərdən axşama qədər işləmişsiniz. Daş-daş üstünə qoymuşsunuz. Bu ölkəni qurmuşsunuz, inkişaf etdirmişsiniz. 30 il, 40 il, bəzən 50 ildən də artıq müddət ərzində bu dövlətə xidmət etmişsiniz. Bəs indi? İndi bu dövlət sizin bu zəhmətinizin, bu fədakarlığınızın qarşılığında nə verir? Bir quru təqaüdü əlinizdən almağa çalışır. Üstəlik bunu bir səhv adı altında edir. Bu sadəcə qəbul edilməz deyil, bu bir rüsvasılıqdır. Sizin bu ölkəyə verdiklərinizin qarşısında bu cür kobud, bu cür ədalətsiz bir münasibətə layiq deyilsiniz. Sizcə ömrünüz boyu çəkdiyiniz zəhmətin dəyəri bu qədərdirmi? Bir 50-lik manatlıq əlavənin də üstündən xətt çəkməkmi bu dövlətin sizə verdiyi minnətdarlıqdır? Bu mövzuda sizin düşüncələrinizi, çəkdiyiniz əziyyətləri, illər boyu hansı sahələrdə işlədiyinizi, neçə il iş stajınız olduğunu, indiki pensiyanızla necə dolandığınızı rəylərdə mütləq yazın. Hər birinizin səsi eşidilməlidir. Bu kanal məhz sizin üçün yaradılıb əzizlərim. Mən sizin haqlarınızı müdafiə etmək, sizi qanunlar qarşısında tək qoymamaq üçün buradayam. Əgər bu cür ədalətsizliklərlə üzləşmək istəmirsinizsə, əgər haqqınızın tapdanmasına imkan vermək istəmirsinizsə, bu kanala abunə olun. Hər bir yeni qanun, hər bir yeni sərəncam haqqında ilk siz xəbərdar olun. Bilin ki, yalnız birlikdə güclüyük və yalnız birlikdə öz haqqımızı tələb edə bilərik. Xatırlayırsınız məzizlərim, bir zamanlar təqaüdlər nə qədər az olsa da, heç olmasa bir sabitliyi vardı. İnsanlar sabahdan arxain idi. Bəli, o illərdə də çətinliklər vardı. Pulun dəyəri aşağı idi. Amma ən azından bu cür ani, gözlənilməz kəsintilər, bu cür məlumat bazasındakı səhv bəhanələri yox idi. Bizim nənələrimiz, babalarımız, valideynlərimiz o zamanlar qətiyyətlə bilirdilər ki, əgər ömürlərini bu dövlətə həsr ediblərsə, yaşlandıqda müəyyən bir sosial təminatları olacaq. Bilirdilər ki, dövlət onların arxasında duracaq. O zamanlar qonşumuz Nigar nənə illərlə tikiş fabrikində çalışmışdı. Əlləri qabar-qabar idi. Amma təqaüdü ilə nəvələrinə hər bayramda yeni paltar tikərdi. Baba Qədir neft mədənlərində ömrünü çürütmüşdü. Sinəsində neçə medalı vardı. Deyərdi ki, dövlət bizi unutmamaq gərək. Və o zamanlar dövlət unutmurdu. Ya da ən azından bu qədər aşkar şəkildə unudulduğunu hiss etdirmirdi. Təqaüdçülər cəmiyyətin dəyərli üzvü kimi qəbul edilirdi. Onlara hörmət vardı. İndi isə sanki yük olublar. Sanki artıq kütlədilər. Bəs indiki vəziyyət necədir? Təqaüdçülər hər yeni günə bir qorxu ilə oyanırlar. Qiymətlər bahalaşır, dərmanların qiyməti ciblərini yandırır, kommunal xərclər canlarını hopur. Bir tikə çörək üçün, biraz da rahatlıq üçün didinən insanlar indi database səhvi adlı bir bəhanə ilə özləşirlər. Kimdir bu database səhvini yaradan? Bu səhv təqaüdçünün günahıdırmı? Təqaüdçü getsinmi indi proqramlaşdırma öyrənsin ki, DSMF-nin məlumat bazasındakı səhvlər düzəltsin? Bu nə qədər absurd səslənir? Bütün bu bürokratik əngəllər, bu süründürməçilik, bu əlavə sənəd tələbləri, hamısı məhz yaşlı insanları yormaq, onları bezdirmək üçündür.
Məqsəd budur ki, insanlar bezsin, əl çəksin, haqqından keçsin. Axı necə ola bilər ki, bu qədər illər ərzində ödənilən bir əlavə birdən-birə səhv olsun? Bu necə səhvdir ki, yalnız dövlətin büdcəsi boşalanda ya da nəyisə kəsmək istəyəndə özə çıxır? Bu, təqaüdçülərin zəhmətinə qarşı hörmətsizlikdən başqa bir şey deyil. Bəs kimlərdir bu kəsilmə riski altında olan təqaüdçülər? Təəssüf ki, söhbət məhz o insanlardan gedir ki, onların pensiyalarına müəyyən səbəblərdən, bəlkə əmək stajına görə, bəlkə müəyyən peşə kateqoriyasına görə, bəlkə də sağlamlıq durumlarına görə 50 manatdan artıq əlavə ödənilirdi. Məsələn, uzun illər məsuliyyətli işlərdə çalışmış müəllimlər, həkimlər, mühəndislər, kənd təsərrüfatında ağır şəraitdə işləmiş insanlar. Onların aldığı pensiya onsuz da kifayət qədər aşağı olduğu halda, həmin əlavə biraz da olsa onların nəfəs almasına imkan verirdi. İndi isə bu nəfəs də kəsilmək üzrədir. Təsəvvür edin, Mingəçevirdən olan Əsmər nənə ömrünün 40 ildən çoxunu pambıq tarlalarında keçirmişdi. Əlləri illər boyu codlaşmışdı, günün istisində, yağışın altında çalışmışdı. Onun pensiyasına 55 manat əlavə ödənilirdi. Çünki kənd təsərrüfatında çətin şəraitdə işlədiyinə görə müəyyən bir güzəştə düşürdü. O, bu pulu nəvəsinin dərmanına verirdi, çünki nəvəsinin asması var idi. İndi isə deyirlər ki, bu səhv imiş. Bəs Əsbər nənənin nəvəsi dərmansız qalsınmı? Ya da Gəncədən olan Xalid baba. O, illərlə böyük bir zavodda tornacı işləmişdi. Ölkənin sənayesinin inkişafına böyük töhfələr vermişdi. Onun da təqaüdünə, xüsusi əmək stajına görə 60 manat əlavə gəlirdi. Bu əlavə ilə o, qışda evini odunla təmin edirdi. Çünki qaz pulları çox baha idi. İndi isə bu pul da kəsiləcək. Xalid baba bu qış necə isinsin? Bu insanlar ömrünü dövlətin xidmətinə həsr ediblər. İndi isə dövlət onlardan üst çevirir. Onlar bu cür laqeydliyə layiq deyirlər. Onların hər biri bir kitabdır. Hər biri bir tarixdir. Bu insanlar Azərbaycanın əsl yaddaşı, əsl sərvətidir. Onların səhhətləri, yaşları elə bir mərhələdədir ki, bu cür streslər, bu cür ədalətsizliklər onlara birbaşa ziyan vurur. Bəzi kateqoriyalar isə güya pensiya artımından faydalanacaqlar deyə bir söz-söhbət də var. Amma bu əksər hallarda göz boyamaqdan başqa bir şey deyil. Bir tərəfdən cüzi artım verir, digər tərəfdən daha böyük bir hissəni kəsirlər. Sanki bir əlləri ilə verib, digər əlləri ilə 2 qatını geri alırlar. Və bu, məhz o insanların təqaüdləri hesabına baş verir ki, onlar onsuz da çətin vəziyyətdə yaşayırlar. Sizcə, bu ədalətli siyasətdirmi? Bu cür qeyri-şəffaf addımlar yalnız şübhələri artırır. İnsanları dövlətə qarşı inamsız edir. Mənim dəyərli dostlarım, ağsaqqallarımız, ağbirçəklərimiz. Bəlkə sizin də qohum-əqrabanız arasında, kəndinizdə, rayonunuzda belə bir vəziyyətlə üzləşən insanlar var. Bəlkə siz özünüz də bu cür əlavələr alırdınız və indi bu xəbər sizi sarsıtdı. Siz də yaşadığınız çətinlikləri, hansı xərclərinizin artdığını, bu 50 manatlıq əlavənin sizin həyatınızda necə vacib rol oynadığını rəylərdə yazın. Bəlkə sizin təcrübəniz başqalarına da kömək olar. Bəlkə sizin acı həyat hekayələriniz bu haqsızlığı edənləri biraz da olsa düşündürər. Unutmayın ki, sizin hər bir kəlməniz, hər bir cümləniz dəyərlidir. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nə etmək lazımdır? Panikaya düşmək olmaz, amma hərəkətə keçmək lazımdır, gecikmədən. Birincisi, bütün sənədlərinizi toplayın. Təqaüdlə bağlı, əlavə ödənişlərinizlə bağlı, əmək stajınızla bağlı bütün kağızları, arayışları, əmək kitabçanızı əlinizin altında saxlayın. Bu sənədlər sizin haqqınızın əsas sübutudur. İkincisi, Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət edin. Şifahi müraciətlər, telefon zəngləri heç bir hüquqi qüvvəyə malik deyil. Ərizə ilə yazılı şəkildə müraciət edin. Müraciətinizdə nömrə 412B sərəncamı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilməsini, əlavələrinizin kəsilməsi riskinin olub-olmadığını, əgər varsa, hansı səbəbdən olduğunu dəqiqləşdirməyi tələb edin. Ərizənizin surətini özünüzdə saxlayın və ərizənizin daxil olduğu barədə qeyd almadan geri qayıtmayın. Bu, sonradan sizin üçün vacib bir sübut ola bilər. Üçüncüsü, icra hakimiyyətindən tələb olunan arayış məsələsini araşdırın. DSMF hansı məqsədlə, hansı arayışı tələb edir? İcra hakimiyyətinə gedin, bu barədə soruşun. Bəzən icra hakimiyyəti də vəziyyəti bilməyə bilər. Çünki bu cür sərəncamlar ani və qapalı şəkildə verilir. Lakin siz öz haqqınızı tələb edin. Bu arayışın nə məqsədlə, kim tərəfindən tələb edildiyini dəqiqləşdirin. Bəzən elə arayışlar tələb edirlər ki, onu almaq üçün kənddə illərlə yaşamaq ya da onlarla qapı döymək lazım gəlir. Axı məqsəd elə budur ki, siz bu arayışı ala bilməyəsiniz. Ayın 15-nə qədər vaxtınız var. Buna görə də tələsin.
Unutmayın ki, müddət bitdikdə ödənişlər dayandırılacaq. Dördüncüsü, əgər imkanınız varsa, peşəkar hüquqi yardım alın. Mənim kimi təqaüdçülərin hüquqları ilə məşğul olan bir vəkillə məsləhətləşin. Vəkil sizə bu bürokratik labirintdən çıxmağa kömək edəcək, sənədlərinizi düzgün tərtib etməyə, rəsmi müraciətləri göndərməyə kömək edəcək. Unutmayın ki, bu dövlət sistemində hüquqi bilik olmadan hərəkət etmək çox çətindir. Beşincisi, qohum əqrəba, övladlar, valideynlərinizin yanında olun. Bakıda, Rusiyada, Türkiyədə işləyən övladlar, sizin nənələriniz, babalarınız, valideynləriniz indi tək başına bu bürokratik əngəllərin öhdəsindən gələ bilməzlər. Onlara kömək edin. İcra hakimiyyətinə gedəndə, DSMF-yə müraciət edəndə onların yanında olun. Onların sənədlərini toplamağa kömək edin. Bu yaşda onların hər biri dəstəyə ehtiyac var. Onlar sizi böyüdəndə, sizə necə dəstək oldularsa, indi də sizin dəstəyinizə ehtiyacları var. Bu təkcə pul məsələsi deyil. Bu yaşlı insanların mənəvi rahatlığı, onların ləyaqətinin qorunması məsələsidir. Altıncısı, bələdiyyələrin rolunu unutmayın. Bəzi hallarda, xüsusilə kənd və qəsəbələrdə, bələdiyyələr də müəyyən məsələlərdə köməkçi ola bilərlər. Baxmayaraq ki, bu spesifik məsələdə əsas qurum icra hakimiyyəti və DSMF-dir. Lakin bələdiyyə sədri ilə danışmaq, vəziyyəti onlara çatdırmaq bəzən faydalı olur. Yerli icmaların dəstəyi də vacibdir. Əzizlərim, bu cür hallar sadəcə təqaüd kəsilməsi deyil, bu yaşlı nəslin mənəviyyatına vurulan bir zərbədir. Siz bu dövlətin təməlisiniz, onun keçmişisiniz. Bu günü və gələcəyiniz üçün hər şeyinizi vermişsiniz. İndi isə sizdən bir dəstəyi əsirgəyənlər, bunu bir səhv adı altında edənlər, əslində sizin həyatınızın hər bir hüceyrəsinə, sizin zəhmətinizə hörmətsizlik edirlər. Bu vəziyyət sadəcə qəbul edilməzdir. Biz buna susa bilmərik. Biz birlikdə hərəkət etməliyik. Bəs bu qədər zəhmətə, bu qədər fədakarlığa qarşı sizcə dövlətin bu addımı ədalətlidirmi? Sizin təqaüdünüzə toxunmaqla, 50 manatlıq əlavəni kəsməklə əslində nəyə toxunurlar? Mənə elə gəlir ki, onlar sizin illərlə çəkdiyiniz əziyyətin dəyərinə, sizin qürurunuza, sizin yaşamaq haqqınıza toxunurlar. Bu barədə fikirlərinizi rəylərdə yazın əzizlərim. Hər birinizin səsi vacibdir.